Uşaqdan sonra şəhid olub bu. Yoxsa ikisi də, yoldaşının ikisi həyatdaymış. Heç zad olmayacaqdı onlara. Uşaqdan ötürü ki, gedib yuxarı, ondan sonra elə yanıb, ölüb. Yanğın zamanı evdə olan 2 yaşlı Məhərrəmi xilas etmək üçün 59 yaşlı babası yanan evin içərisinə girib. Bu zaman o zəhərlənərək evin içərisində huşunu itirib. Nəticədə hər ikisi, baba və nəvə bu evdə yanaraq həyatlarını itiriblər. Fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın zamanı baba və nəvə yanaraq ölüb. Yanğın hadisəsi səhər saatlarında Masallı rayonu Qızılağac kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə daxil olan məlumat əsasında dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon yanğından mühafizə hissəsinin qüvvələri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 50 kvadrat metr olan bir mərtəbəli bir otaqlı evin, eləcə də 75 kvadrat metr sahəsi olan 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə baxış zamanı 59 yaşlı Camaləddin Abdullayevin və onun 2 yaşlı nəvəsi Məhərrəm Məmmədzadənin meyitləri aşkar edilib. Yaxınları deyir ki, yanğın qısa qapanmadan baş verib. Belə ki, yanğın zamanı baba və nənə həyətdə iş görüblər. Bu zaman nənə evdən tüstü çıxdığını görüb və yoldaşı Camaləddinə deyib ki, uşaq evdə qalıb. O qədər mehriban insan idi, o qədər yaxşı insan idi. Hamını istəyirdi. Hissatdan yazıq. Səhər-səhər düşüb aşağı, uşaq qalıb yuxarıda yatıb, nəvəsi. Sonra düşüb aşağı, gəlin görüb, yoldaşı görüb, pərdə yanır. Sonra o da qaçıb uşağı gətirməyə. Onu edincə görüb, tüstünün içində uşağı tapa bilmirmiş. Sonra uşağı götürüb gələndə, özü də elə orada yanıb, Nəstvanda yıxılıb qalıb. Dedilər, ev yanıb, o da girib nəvəsini çıxartmağa, özü də yanıb. Da çıxa bilməyib. Vəssalam. Nədən baş verib yanğın? Necə? Yanğın deyirlər elektriksəndir. Naqillərdən. Qısa qapanma olurdu. Hə. Bunlar burada yaşayırdılar. Nəvəsinə bir evdə yaşayırdılar. Hamısı burada yaşaydı böyle. Bir həyətdə 2 evlidir. Hə. Yəni o da, baba da bu birisi evə keçib. Bəli, burada bir evdə yaşayırdılar elə. Oturub durduqları da buraydı. Qeyd edək ki, hadisə baş verən zaman uşağın anası işdə, azyaşlının bacısı isə məktəbdə olub. Faktla bağlı araşdırma aparılır.